Salam əziz tamaşaçılar. Ağsu rayon Ləngəbiz kəndindəyik. Hal-hazırda onları dinlədik və onların problemlərini qeydə götürdük. Bu problemləri araşdıracaq bir şəffaflıq media olaraq və qarşı tərəfində mövqeyini inşallah araşdırıb bu barədə çəkişlərimizi davam etdirəcəyik. Məlumat olaraq bildirir ki, ailə çox uşaqlı ailədən ibarətdir. 6 övladları var. Övladların biri birinci qrup əlildir. Ailənin dolanışacağı çox acınacaqlıdır. Sosial durumları zəifdir. Heç bir başqa dövlətdən gəlirləri yoxdur. Öz əməkləri ilə, öz xidmətləri ilə dolanırlar. Buna baxmayaraq, özlərinin dediyinə görə biz bir-bir onları dinlədik. Dediklərinə görə bunlara burada çətin şəraitə salan kənd icra nümayəndəsi və bələdiyyə sədri kimi özünü təqdim edən Ziya Əhmədov. Pul məbləği göstərib ki, 4000 civarında hər biriniz ayrı-ayrıda pul ödəməlisiniz ki, siz burada qalmalısınız. Bu ilk olaraq 9 maya ifadə olunub. Əvvəlcə ki, bu qədər pul verməlisiniz, biz tədbirlər keçirməli, nələr keçirməli, həmin pulu sizdən götürməsək bizim problemimiz yaranacaq. İlk olaraq ailənin başçısının dediyinə görə və orada onların çəkiliş etdiyi sujetdən də görünür ki, həmin pulu təqdim eləyən zaman, hətta bir neçə qoyun keçi də aparıblar. Orada bütün sujetdə biz dərc eləyəcək, göstərəcək həmin fraqmentləri və pulu da öz avtomobili ilə pulu təqdim edən zaman o sujetə də baxdıq, göründü, hər bir şey yerində görünür. Artıq biz bu barədə araşdırma aparıb, dövlət qurumlarına da bu barədə müraciət edəcək ki, bu məsələyə aydınlıq gətirib bir tədbir görsünlər. Mən Ağalarov Ağadur Ağaliyoğlu, Şamaxı rayon Qüstü kəndindənəm. Mən 2015-ci ildə Ağsu rayon Ləngəbiz kəndində ev almışam. Hal-hazırda aldığım ev budur da, yəni tək evi olub, bax bu navesi, hamısını özümüz düzəlmişik. Çobanlıqla. Mənim müraciətim buradan prezidentədir. Cənab prezident, bizə kömək eləyin. Biz 9 il, 3 ay rahat yaşamışıq. Nağıyev Sərdar buraya təyin olandan bizə imkan vermir yaşamağa. Cəmaətin xeyrinə, şərinə, hər bir şeyinə yaramışıq burada. Buraya gələndən 8-9 aydır bura gələndən bizə imkan vermir yaşamağa. Nağıyev Sərdar burada işçi vəzifəsi nədir? İcra nümayəndəsi, kənd icra nümayəndəsi. Bizim 5-6 heyvanımız var, yəni imkan vermir. Gətirib deyir ki, çıxartma həyatdan çölə. Yəni saxla həyatında. Oyla dolanıram. Mən bir sürü külfətəm, bir sürü ailəyəm. Yəni dolana bilmirəm də, imkan vermir. Ailəniz neçə nəfərdən ibarətdir? 8. Neçə uşaqdır? 6. 6 uşaqdır. Bir uşaq da rəhmət edildi. Bəli, 7 uşaq. Bir uşağınıza göründüyü kimi birinci qrup əlildir. Birinci qrup əlildir, bəli. Birinci qrup əlildir. Yəni xahiş edirəm, üzümü tuturam dövlət qurumlarına bizə kömək eləsin. Yəni biz çox uşaqlı ailəyik. Oğlum antiterror əməliyyatında iştirak edib Xankəndi uğrunda. Yəni Xaçposunun ağılması uğrunda mənim oğlum iştirak edib. Yəni bizə də hörmət eləməsələr onu eləsinlər. Burada belə çıxır ki, burada yəni Şamaxı, burada bölgəyə bölürük. Biz hamımız bir millətik. Biz təmir yumruq altında biz torpaqlarımızı işğal eləmişik. Azad eləmişik. İşğaldan azad eləmişik. Yəni biz bir millətik də, yəni burada nə Şamaxı, nə Ağsu, yəni ayrı seçkilik eləyir. Bu icra nümayəndəsi bura gələndən yəni ayrı seçkilik eləyir. Bir də cəmaət arasında ayrı seçkilik eləyib. Belə çıxır ki, öhdəlik götürür ki, sizi buradan... Burada söz verib ki, mən burada ad qoyub geçsəyəm. Yəni Şamaxıları buradan çıxartmaq. Bu ilə bağlı siz Ağsu rayon İcra Hakimiyyətinə və hər hansı bir orqana müraciət edin. Atam gedib ki, Ağsu rayon İcra Hakimiyyətinə Rövşən müəllimlə. Və nə cavab nə verib sizə? Cavab hələ belədir də, yəni tədbir görəcəyik, indi hələ belə qalıb. Yəni burada məqsəd odur ki, Şamaxılı Ağsu söhbəti gedir. Bu söhbəti də Nağıyev Sərdar yaradır. 10 il müddətində bu cəmaətin xeyrinə, şərinə mən getmişəm. Yəni xahiş edirəm dövlət qurumlarından bunu araşdırsınlar. Mənim maddi imkanım yoxdur ki,
gedim mən ev alam. 7000-ə bugünkü gün heç nə eləmir. Yəni ev eləmir. Yəni bu gündəlik mən çağırır ki, gəl 7000-i götür get yenə. Yəni 50 minlik burada mən ev tikmişəm. Yəni xarc qoymuşam bura. Xərc çəkmişəm. Burada tək bir dənə ev olub. Vahid müəllim, tək bir dənə ev olub. Bu naves, zabor, ondan sonra tövlə, hamısını mən yəni tikmişəm. Xahiş edirəm, yəni buna ciddi baxılsın. Ağalarov Vəfa Cəbrayıl qızı. Mən Şamaxı rayonunun Quşu kəndindənəm. Mən hal-hazırda qışlaqlarda yaşayırdım. 10 il mən qışlaqlarda yaşadım. Pılımın dəgərində gəldim. Ağsun, Ləngəbiz kəndindən ev aldım. Pılımın dəgərində. Burada da məni qoymurlar yaşamağa. Kənsivedi qoymur yaşamağa. Deyir ki, sən burada yaşaya bilmərsən. 10 ildir yaxşı yaşamışdıq. 10 ildir yaxşı yaşamışdıq. Bu bələdiyyə dəyişiləndən sonra, o Sərdar gəlib buraya, bələdiyyə gələndən sonra deyir, sən burada yaşaya bilmərsən. Kənsivedi. Deyir, çıx buradan. Mən də 7000 manat almışdıq buranı. İndi də gəlib Darbazanın ağzına, tökülüb Darbazanın ağzına örgədir kənsivedə ki, onları çıxartcına. Deyir, bəs 7000'i ala çıx buradan. Mən 7000'ə nağ ayıraram, nə ötkərəm. Naves tikmişəm, dam tikmişəm. Bax, səklərin hamısını, buranı, simetli, biz özümüz simetləmişik. Uşaq pulu ilə dolanıram. Əlimdə əlil uşaq. Oğlum antoliyat əməliyyatında iştirak eləyib. Yoldaşım xəssə. O birisi oğlum da yenə xəssədir. O ikinci oğlan. Attımbaşı deyir, çıxmacaqsız oğlu, yoldaşı şərriyəcəyəm deyir, dama attıracağım. Sirən günü 10 sutka dama attırıb, indi dünənləri zəng gəlib ki, gənə gəl gənə. Belə şey olar. Orada 10 gün yaşaya-yaşaya deyir ki, gənə də orada zəng gəlib ki, sən gənə şərliyirlər. Mən balalarım qurban əti yemədi. Mən o balaca gedəm, dedi ki, mama qurban kəsməyək, dedim oğlum kəsəcəyəm, mən ki, qurban əti mən balalarım yemədi. Hamısını o kənsivedi elədi. Axırda mən yoldaşım o gələndə o türmədən dedi, maşallah kök gəlmişsən, gələnir qurbanı kəsərsən, mas atır mən yoldaşıma. Belə, icra nümayəndəsi. Örgədib öysətdiyimiz telmanı gəlir deyir ki, öydən çıxın. Aldığımız, deyir öydən çıxın deyir. O adam bizə öy satanda demişdi ki, bu palazlar da yerdə qalsın da, pılım verin, palazlar qalsın. Dedi ki, ehtiyac yoxdur. O palazlar köhnəlib, mən assaydım oyna. Gəlin məndən palaz tələb eləyəcəkdi, ev deyilənçik. Mən remont eləmişəm, bu evə nə qədər pul qoymuşuq biz. O səkilərin hamısını dəmirdən idi, sökmüşük, daşdan tikmişik. Ona görə hamısını biz tikmişik onların. Bax, o torpaq kimi hamısı o torpaq olub olar. Orada heç nə olmayıb, ara şifer olub, indi də şiferdir bir saat. Zaborun dalı şifirdi, ara durub, hazır bir saat baxa bilərsiniz. 50 mən keçi qarışıq qoyunum var. 50 qoyunu qayrıblar ki, 300 qoyunum var. Göstərin, nümayəndə gətirin, gəlin baxış keçirdin, görün mən nə qədər heyvanım var. Kənd cahamatından irazıyıq. Kənsivedi, bələdə bu kətdən olub. Nə oldu olanın dövründə biz yaxşı yaşadıq. Bu gələndən sonra, bu kənsivedi gələndən sonra biz pis yaşadıq. Belə şey olmaz. Yazığıq. 7 uşaq anasıyam. Mən buradan Mehribana yalvarıram, üzümü tutub yalvarıram. Bir ana kimi, o da bir anadır. Xahiş edirəm buna ciddi baxsın, ciddi yanaşsın. Biz də yazığıq. Mən elə o uşaq mən üçün dərddir. O uşaq mən üçün axşamasa mən o uşağı əlimdə fırfırlayıram. Süz gələndən o uşaq dayanmır. Mən nətər eləyəm. Bax, mən sözüm bu qədər. Mən Ağalarov Said Ağadıroğlu, müraciətim cənab prezidentimizə. Biz 2015-ci ildə buradan ev almışıq 7000'ə. 7000 ev almışıq. Bura təzə təyin olunan Nağıyev Sərdar icra nümayəndəsi. İndi deyir ki, gəl bu evdən çıx. 7000'i verək, evdən çıx. Biz də bura 40 min, 50 min pul qoymuşuq. Özüm də lokal tipli antiterror əməliyyatına iştirakçı olmuşam. Ehtiyatlı olan əskərəm. Yəni xahiş edirəm, buna bir tədbir görəsin, cənab prezident. Cənab prezidentə müraciətim buradan oldu ki, buna atamını şərləyib tuturlar. Hər gün gəlib deyirlər ki, yəni sizi çıxardacaqlar, şərləyib çıxardacaqlar. Sizi nə kimi narahat edirlər? Şərləyirlər.
Necə şəhərlər, nə deyirlər? Məsələn, Məqsədlər atam nədir şəhərlər? məqsəd odur ki, buradan çıxmalısınız. Siz Şamaxıdan gəlmisiniz, burada yaşaya bilməzsiniz. Bunu da eləyən Nağıyev Sərdardır, icra nümayəndəsi. Ondan əvvəlki icra nümayəndəsinin vaxtında biz rahat yaşamışıq burada. Kənd Sovetinin dövründə də, yəni keçmiş Kənd Sovetinin dövründə rahat yaşamışıq burada. Yəni təzə icra nümayəndəsi təyin olunandan Nağıyev Sərdar. Yəni bizi qoymur burada yaşamağa. İcazə vermir yaşamağa. Bəli, bəli. Şərliyib deyir, yəni buradan mümkün deyil də çıxmalısınız. Hədə qorxu gəlir. Atoy neçə gün həbs elətdirdi? 10 sutkalıq. 10 sutkalıq həbs elətdirdi. Yenə də indi elətdirmək istəyirlər. Biz qorxu içindəyik, yəni belə. Yenə də zəng gəldi. Yəni bir gün zəng gəlmiş ki, səhər də gələrsiz. Polis şöbəsi. Bəli, bəli. Bəli, bəli. Ağstı rayonunun polis şöbəsi. Bəli, bəli. Atostada ola nə deyirlər? Səndən şikayət var. Atam sutkadan çıxmamış deyiblər, səndən şikayət var. Yəni sutkadan olan adamın necə şikayət ola bilər? Məqsədli Bəli, bəli. Bəli, bəli. Qurğudur bu. Bəli, bəli. İcra nümayəndəsinin plan surəti qurğudur. Bəli, bəli. Deməyinizdə. Bəli, bəli. Elədir. Xahiş edirəm yanımına bir tədbir görəsiz. Çox xahiş edirəm. Cənab Prezidentdən. Şamaxıdan Quştikəndə eviniz var və yox? Xeyr, heç bir evimiz, heç arada evimiz yoxdur. Yəni buradan çıxsaq, yəni biz çadırda yaşayırıq. Ailəniz neçə başlayır? 8. 8 nəfər ailədə 8 nəfər. Qardaşımın biri, ən kiçik qardaşım 50, birinci qrup 50. Yəni əziyyətlə dolanırıq. Nağıyev Sərdar qoymur bizi burada yaşamağa. Heyvan saxlayırıq, dolanışığımızı oynadırıq. Mən Şamaxı rayonu Qurçu kəndində yaşayıram. Evladlarım burada 10 ildən artıqdır həmin bu Ləngəmiz kəndində, Ağsun Ləngəmiz kəndində yaşayırlar bunlar. Heç bir problemimiz yox idi bu kənddə. Burada Nağıyev Sərdar kənd icra nümayəndəsi seçilib 9 aydır. Mənim balalarıma gün vermir, mənə zülm eləyir. Balalarımı burada aparıb 10 sutka ilə şərliyib, böhtan elətdirib, kənddə adamlara deyir ki, gedin olar şər atın ki, bizi söyüblər. Uşaqlarımı 10 sutka saldırıblar, yenə çağırtırıblar ki, yenə kənddə adam durğuzacaq suyun üzrə. Bu kənddən köçün, gedin, gedməsiniz, sizə böhtan atıb, şər atıb, yenə tutturacaq sizə. Mən qorxudan şəxsən, mən olanı deyəcəm sizə. Mən burada heyvanlarımı yığışdırdım, apardım. Evlatlarımı, iki uşağımı qorxudan götürdüm, apardım. Mənim də günahım nədir burada? Mənim günahım Şamaxılı olmağımdır. Şamaxılı olduğuma görə deyil, sən Şamaxılı gəlib burada Ağsuda heyvan saxlaya bilmərsən, burada yaşaya bilmərsən. Sən Şamaxılısan, buradan çıxıb getmərsən. Sərdar Nağıyev deyir mənə. Bizi çağırdı otağa, dedi buraya gəlin. Getdik otağına, orada çağırdı təzə bələdiyyə deyənin başçısı deyəni Ziya Əhmədov. O ilə bir yerdə Sərdar Nağıyev. Bir də orada işçilər var idi. Onlarla mən 3 evladım, bir də bibim oğlu, bir də bacımın yoldaşı. Orada bizi yığdı, orada dedi, telefonlarınızı qoyun içəri. Dedim, niyə? Dedi, qoyun içəridə, burada səsizad yazılar. Dedim, nə məsələ? Dedi, burada pul məsələsi var. Siz bizə 4500 manat pul verməlisiniz. Adam başına. Bu da may ayının 8-i olub. May ayının 8-i dedi, 9-u qələbə gündəsə bu pul satmalıdır, pay verilməlidir bu. Həmin pul. Sonra heyvan da verilməlidir. Bu da belə elədi. Dedim, valla bizdə imkan yox, kasıb adam, qoyunan dolu, mən pensiyonerəm. Yoldaşım pensiyonerdir, invaliddir. Ondan oğlumun 8 baş ailəz var, onun vəziyyəti ağırdır. Bir dənə xəstə uşağı var əlində, birinci qrup əlildir. Sonra nəvəm antiterror əməliyyatında iştirak edib. Biz Şamaxı rayonundan burada gəlib yaşadığımıza görə, deyirsən, Ağsulu deyirsən, burada Şamaxılısan, sən buradan köçüb getməlisən. Mən cəmaata söz vermişəm, burada cəmaata söz verir ki, mən buradan Şamaxılıları qovlayacam buradan. Burada bunlar qala bilməz. Bizi də hər gün gəlib bizi deyir ki, ala bu 7000-i çıxın buradan, çıxmasa o sizi şərləyəcəm, şərlədi də bizi. Mənim oğlumu, 2 oğlumu aparıb saldırdı dama, nə var da var. Bunlar 102 xidmət edib ki, bizim heyvanı qaranı dögürdülər, bunlar zəng ediblər ki, bizə gəlin kömək eləyin. O cümlədən də bu 102 xidmətindən istifadə elədiyimizə görə bizi çağırdılar ki, söz buna elədiyimizə görə sən uşaqları cəzalandıracam, üst-üzə şəratdıracam. Buradan kətdən 2 nəfər, oğlum üstünə 10 nəfər adamı durğuzu ki, bizi yalanla söyüb. Bunlar da söyüyən adamlar deyil. Bura böyüdüyündə yenə təzəli zəng, yenə oradan zəng eliblər ki, yenə gəlin bura.
Gene aparıb həmin uşaqları yüngül bir dənə zat verir ki, mən söyləmişəm, dalıcan 15 adamı durulub, yəni 10 sutka. Bu, mən də həmin oğlumun 8 baş ailə üzvü var, xəstə evladı var, birinci qrup 50 var. Oğlu da antiterror əməliyyatında iştirak edib, yenə o ilə belə aparıb o salırlar ora. Mən də oğlum psikiyatri balnisada yatmış adamı aparıb saldılar balnisada, oradan istə dəfələrlə xarab olun mənim oğlum. Xəstə uşaqdır. Nə xəstəyə baxırlar, nə bir şeyə. Bizə təsir edirlər ki, buradan çıxmazsan, dayana bilmərsən, burada ehtiyac yoxdur. Suyumuzu kəsdilər, qırdılar. Məni buradan köçürtdülər. Qorxudan köçdüm, getdim. Mən bu saat Şamaxının önünü Quşçu kəndə getmişəm qorxudan. Bir dənə oğlum qalıb, ona da atır ki, yenə gedəcəksən, buradan çıxıb gedəcəksən. Getməyəcəksən, yenə səni aparıb atıracaq ora. Xahiş edirəm, cənab prezidentimizdən bizə köməklik eləsin. Mən Yeni Azərbaycan Partiyasının üzvü olmuşam 2000-ci ildən, Ulu Öndərdən bəri mən həmin dövlətimizə xidmət eləmişəm, balalarım da ona xidmət edib, aləmizdə hamısı. Mən xahiş edirəm ki, sizə mənim ailə əzmimə kömək eləyəsiniz, təqiblər altındayıq, bizə çox buraya təsvirlər eləyirlər ki, sizi buradan həbs elətdirəcək, buradan uşaqların o qalmazda, bala da şirin şeydir, mən də qorxuram. Mən cənab prezidentimizdən, vitse-prezidentimizdən Mehriban əlindən xahiş edirəm ki, külfət adamı biz o ilə dolanırıq. Çobançılıqla yaşayırıq da, bu dolanacağımız o ilə. O da bizi bu kətdə qoymadılar. Sərdar Nağıyev, Ziya Əhmədov bizdən pul da aldı, heyvan da alıb, hamı çəkilişlərini də eləmişəm. Yenə o ilə belə, yenə təsir göstərir ki, gündə polislə basqın eləyəcək, çıxmırsınız sizi şərləyib yenə tutturacağım. Xahiş edirəm, cənab prezident bizə köməklik göstərəsiniz. Ramizoğlu, Şamaxı rayon küçəsində doğulmuşam. 2020-ci ildən Ağsu rayon Ləngəbis kəndində ev almışam. Ailə üzvlərimlə birlikdə yaşayıram. Uşaqlarımla xırda təsərrüfatla məşğuluq. Təsərrüfatımızı bu yaxınlarda Sərdar Nağıyev tərəfindən təcrübələr göstərildi. Təsərrüfatımızı aparmışıq buradan, atam aparıb. Burada indi hal-hazırda ailəmizlə birlikdə qalmışıq. Lakin bizə burada qalırıq, amma bizə elə ki, bu evi alanda 15.000 manat evə pul vermişik. İndi bir dəqiqə gəlirlər bizə 7.000 manat pul təklif edirlər ki, evdən çıxın. Mən də buradan çıxası yerim yoxdur, yəni başqa yerdə evim yoxdur. Kənd sakiniyəm, xırda təsərrüfatla heç bir dövlətdən maaş almıram, müavinət almıram. Uşaqlarımızı xırda təsərrüfatla saxlayırıq. Lakin Sərdar Nağıyev bizə təzyiq göstərərək mənə dəfələrlə həyətimə gəlib dönənlərim yenə də təzyiq göstərir ki, atama ki, oğlumu tutacağam, oğlumu həbs elətdirəcəm. Bu ünvandan kötüb gedəsiniz. Şamaxılı olduğumuza görə bizə burada təzyiq göstərirlər. Kənd cəmiyyətində bizim üstlərimizə qaldıraraq, onların sənədlərindən istifadə edərək bizə ziyan vurmağa çalışırlar. Bizə şər atmağı ilə hədələyir bizi. Sizdən xahiş edirik, cənab prezidentimizdən, ali baş komandamızdan xahiş edirik, cənab İlham Əliyev bizə köməklik eləsin. Mehriban xanımdan xahiş edirik, bizə köməklik eləsinlər. Biz pis vəziyyətdə qalmışıq. Uşaqlarım da ki, hamısı buradadır, yoldaşım xəstədir, həm də övlad gözləyir, Allah sizlərə sağ olsun. Başda dönürəm, bizə bir köməklik eləsinlər. Biz çox pis vəziyyətdə yaşayırıq, əsəb stres altında qalmışıq. Hər gün bizə təzyiq göstərirlər, hər gün bizə zəng vururlar. Pul versək də yenə xeyri yoxdur. Pulumuzu da alıblar, yenə də özümüzü çıxardılar. Bələdiyyə də pulumuzu alıb, örüş sahəsinin haqqını alıb. Amma ona baxmayaraq yenə deyirlər ki, mümkün deyil, çıxmalısınız buradan. Bax, həyətimizdə bu qədər 15.000-ə yaxın evə pul qoymuşam həyətə. 5 ildə yaşayıram bu həyətdə. Tövlə tikmişəm, bütün şəraitimi qurmuşam. Bax, köç ayağımda, mənə götürdürlər, təzyiq göstərirlər ki, atıb yandıracaq evi, eşiyi, çıxmalısan buradan. Mən qalmışam pis vəziyyətdə. Mən bu uşaqlarla mən hara gedim? Pis vəziyyətdə qalmışam. Xahiş edirəm, adiyyəti qurumlardan bizə köməklik eləsinlər. Sizə gəldiyinizə görə çox sağ olun, Allah köməyiniz olsun. Bizi işıqlandırın ki, biz də bu problemdən çıxaq. Bizə də deyirlər ki, köçün. Biz nədən ötürü köçməliyik? Azərbaycan vətəndaşıyıq bizdə. Üstürü külfətik. Biraz qoyun satıb, malımızı satıb ev almışıq. Xahiş edirəm və köməklik eləyin bizə.